Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə fransızların Cadügər oğlu Firozet adlı nağılını danışacağam. Bir zamanlar qorxunc bir cadügarın Firozet adlı bir oğlu vardı. Firozet çox yaraşıqlı bir gənc idi. Kənddəki bütün qızların ondan xoşu gəlirdi. Amma onun gözü Pannikadan başqasını görməzdi. Pannika isə heç kəsin evlənmək istəmədiyi bədbin, xain bir qızın xidmətçisi idi. Firozet sevdiyi qızla evlənmək istəyirdi. Amma qorxunc cadügar ana oğlunun Pannika kimi bir xidmətçi qız ilə deyil, onun xanımı ilə evlənməyini istəyirdi. Çünki Pannikanın xanımı xain olsa da zəngin idi. Cadügar ilə xain xanım yaraşıqlı Firozetin xidmətçi Pannikanı sevdiyini bildiklərinə görə qıza əziyyət verərək onu kənddən uzaqlaşdırmaq istəyirdilər. Bir gün ana və xanım xidmətçi Pannikanın əlinə bir süzgəc verib ona quyudan su gətirməyi tapşırdılar. Amma heç süzgəclə də su daşımaq olar? Əlbəttə ki, bu mümkün deyildi. Su süzgəcin gözündən axıb gedəcəkdi. Elə buna görə də Pannika su gətirə bilmədi. Bu vaxt gənc Firozet quyunun yanından keçirdi. Pannikanın ağladığını görüb ona kömək elədi. Cadügar Pannikanın vedrələri doldurduğunu görəndə oğlunun ona kömək etdiyini anladı. Amma əlindən heç nə gəlmədi. Ertəsi gün cadügar Pannikaya mavi kəmər verdi ki, belinə taxsın. Pannika çöllərə, çiçəklərin arasına gedib kəməri orada belinə bağlamaq istədi. Bu vaxt yenə Firozet özünü yetirdi. Pannikanın belinə bağlamaq istədiyi kəməri əlindən alıb kolluğa atdı. Kollar dərhal alovlanıb yanmağa başladı. Sən demə, bu bağlandığı yeri yandırıb yaxan sehirli kəmər idi. Bu planı da boşa çıxan cadügar bir axşam başqa plan qurdu. Gecə Pannika şam işığında düyə artlayırdı. Onun bədniyyət xanımı isə pullarını sayırdı. Firozetlə anası da yan otaqda idilər. Cadügar oğluna belə dedi. Oğlum, sabah qaz yemək istəyirsən? Bəli, anacan. Amma Firozet anasından şübhələndiyi üçün dərhal yan otağa keçib şamı Pannikanın önündən götürdü və bədniyyət xanımın qarşısına qoydu. Bu vaxt anası digər otaqda cadu edirdi. Qarşısında şam dayanan qadın qaza dönsün. Birdən bədniyyət xanım qaza döndü. Dostunun vak-vak deyə qaqqıldayaraq otaqda gəzdiyini görən cadügarın bu niyyəti də baş tutmadı. Siz qalib gəldiniz, oğlum. Mən artıq çox qocalmışam. Cadularım da artıq heç bir işə yaramır. Buralardan gedirəm. Siz xoşbəxt olun. Beləliklə, qorxunc cadügar qarı çıxıb getdi və bir də qayıtmadı. Firozet ilə Pannika isə evlənib xoşbəxt həyat sürdülər. Onların çoxlu uşaqları oldu. Bəs bədniyyət xanım qız necə oldu? O da vak-vak deyə gəzib dolaşırdı. Bəlkə də hələ də oralarda gəzir. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.